Vaxtınız xeyir olsun uşaqlar. Ümid edirəm ki, işləriniz qaydasındadır. Biz 01-02 tarixində olan hədəfin buraxılış sınağının 9-cu sinif üçün olan testlərinə baxırıq. Listening yadınızda qaldığını ümid edərək təkrar qoşmuram. Biz orada listeningdə nə işitdik? Müxtəlif yatış pozisiyalarının bizim sağlamlığımıza təsiri haqqında danışdıq, düzdürmü? İndi burada personality types, şəxsiyyətin növləri seçən uşaqlar var idi. Uşaqlar həqiqətən sadəcə əlim üzümdə qaldı. Bu nə idi seçmişdiniz? Axı heç orada personality types demədi. Deyirdi ki, bəzi qədim inanclar var ki, bu yatma pozisiyası xarakterlə əlaqəlidir. Amma heç orada xarakterin növlərinə belə girmədi axı. Burada mənim doğru cavabım sleeping positionsdur, yəni yatma pozisiyalarıdır. Bel ağrısının səbəbləri xeyr. Yəni toxundu buna. Dedi ki, üz-üstə yatmaq bel ağrısına səbəb olur. Amma bütün tekst bu haqqda deyildi. Gec yatmanın təsiri, üz-üstə yatmaq haqqında tədqiqat. Xeyr uşaqlar, sadəcə bizim tekstimiz yatış pozisiyaları idi. Yəni burada elə bir variant seçmək lazımdır ki, heç bu mətni dinləməyən adam bu variantı görəndə başa düşsün ki, söhbət mətndə nədən gedirdi. 2-də məndən düzgün cavab istəyir. Why do some people shouldn't sleep on their backs? Niyə bəzi insanlar arxası üstə yatmamalıdırlar? Because it helps the back stay straight. Çünki beli düz saxlayır, xeyir. Because it can reduce heartburn. Heartburn uşaqlar mədə qıcqırması, turşuması deməkdir. Mədə yanması, xeyr. Bu heartburn-ı azaltmır. Daha doğrusu bu nə əlaqəsi yoxdur arxası üstə yatmağın. Because it may help with different health problems. Çünki o bəzi sağlamlıq problemlərinə kömək edir. Fərqli problemlərə kömək edir. Xeyr, bu da deyildi. Because it can cause snoring and breathing trouble. Bəli. Çünki niyə arxası üstə yatmamalıdır deyirəm. Çünki o xorlamağa və nəfəs almaqda problemlərə səbəb ola bilər. Because it can cause back pain. O bel ağrısının səbəbidir, xeyr. 3. Modern research shows that sleep position. Müasir tədqiqatlar göstərir ki, yatma pozisiyası can change how the body feels in the morning. Bədənin səhərin özünü necə hiss etməsini dəyişə bilər. Bəli. Pis yatsan, səhər keyfsiz olacaqsan, ağrıyacaqsan, yaxşı yatsan, enerjili olacaqsan. Daha şəxsiyyətə təsir edir, yox. Heç bir təsiri yoxdur, yox. Vacib deyil, yox. Yatma vaxtını dəyişir, yox. Bunların heç biri deyil. 4. Expert says people sleep in the same way. Ekspertlər deyir ki, insanlar eyni şəkildə yatır. Xeyr. Heç ekspertin deməyinə də ehtiyac yoxdur. Özümüz də bilirik ki, eyni şəkildə yatmırıq. Some old ideas link sleep positions to personality. Bəli, bəzi qədim inanclar yatma pozisiyasını şəxsiyyətə bağlayır, xarakterə bağlayır. Sleeping on the stomach is very popular and useful. False. Deyir ki, üz-üstə yatmaq çox populardır, yəni məşhurdur və faydalıdır. Xeyr. Əksinə back pain və neck pain-ə səbəb olur. People move a lot during sleeping. Bəli, insanlar yatarkən çox hərəkət edir. İndi qısa mətnlərimizə baxaq. Birinci oxuyuruq, anlayırıq ki, burada nə deyir və bunu, bu variantlar mətnə əsasən çıxarılmış nəticələrdir. Onlardan birini seçməliyik. Due to heavy snowfall, güclü qar yağışına görə, the road to the village may become dangerous. Kənd yolu təhlükəli ola bilər. Drivers are advised to reduce their speed. Sürücülərə məsləhət olunur ki, sürətlərini aşağı salsınlar and avoid unnecessary travel. Lazım olmayan səfərə çıxmasınlar. Yəni, harasa getmək lazım deyilsə, boş-boşuna çıxmasınlar. Local authorities are monitoring the situation closely. Yerli rəhbərlik, authority, yəni məsul şəxslər vəziyyəti yaxından izləyir. The road is completely safe for fast driving. Yol sürətli sürüş üçün tamamilə təhlükəsizdir. Xeyr. Drivers are encouraged to travel as usual. Sürücülər həmişəki kimi səhər etmək təşviq edir. Xeyr, bu da səhvdir. The weather is quite fine. Hava olduqca yaxşıdır. Xeyr, güclü qar yağışı var. All the roads were closed due to the
bad weather. Bütün yollar pis havaya görə bağlıdır. Xeyr, yollar bağlı deyil. Yol açıqdır. Sadəcə sürücülərə deyirlər ki, ehtiyatlı olun. Drivers should be careful because of weather. Bəli, Y variantı düzgündür. Sürücülər havaya görə ehtiyatlı olmalıdırlar. The school library will remain closed for 2 days because of renovation work. Məktəb kitabxanası yeniləmə işlərinə görə 2 gün bağlı olacaq. Students are asked to return the borrowed books after it reopens. Uşaqlardan xahiş olunur ki, kitabxana açıldıqdan sonra qaytarsınlar. Online resources can be used during this period. Bu müddət ərzində online resurslar istifadə oluna bilər. İndi gəlin görək ki, buradan nəticə çıxartmışıq. The library will be closed for a month. Kitabxana 1 ay bağlı olacaq. Xeyr, cəmi 2 gün bağlı olacaq. Student must return books immediately. Uşaqlar kitabları dərhal qaytarmalıdırlar. Xeyr, açılandan sonra qaytarmalıdırlar. Online resources are not allowed. Online resurslara icazə yoxdur. Xeyr, var. Students cannot use library for 2 days. Uşaqlar kitabxananı 2 gün istifadə edə bilməyəcəklər. Bəli, çünki 2 gün kitabxana bağlı olacaq. Biz bunu oxuduq, anladıq və bu nəticəyə gəldik ki, bu D variantı düzdür. The library is open as usual. Kitabxana həmişəki kimi açıqdır. Xeyr, səhvdir. 2 gün bağlı olacaq. Dear Sheriff, I hope you are doing well. Dear Sheriff, mən ümid edirəm ki, sən yaxşısan. I'm writing to you about my new school. Mən sənə yeni məktəbim haqqında yazıram. The teachers are very supportive. Müəllimlər çox yaxşı, belə deyim, dəstək verirlər. And I have already made some friends. Və artıq bir neçə dostum var. I feel more confident every day. Mən hər gün daha da özümə inamlı hiss edirəm. İndi bu məktubun məqsədi nədir? To complain about school rules. Məktəb qaydaları haqqında şikayət etmək. Burada şikayətlə heç nə yox idi. Bu C variantını bir neçə nəfərdə görmüşdüm. To invite Sheriff to a new school. Şerifi yeni məktəbə dəvət etmək. Harda dəvət etdi? Axı siz götürüb bunu yazmısınız. To ask for help with studies. Dərslərlə bağlı kömək istəmək. Xeyr. To explain exam rules. İmtahan qaydalarını izah etmək. Xeyr. To share personal news about new school life. Yeni məktəb həyatı haqqında şəxsi informasiya paylaşmaq. Xəbər paylaşmaq. Bəli. İndi gəlin böyük tekstimizə baxaq. France is one of the largest countries. Bunu deyim uşaqlar. Deməli, bu readingə başlamadan öncə birinci teksti oxumaq daha faydalıdır. Çünki gəlib reading, belə deyim də, testlərin üzərində belə döküb qalmayasınız ki, bunun cavabını hardan tapım. Birinci, mən sizə demirəm, hər sözü tərcümə edərək oxuyun. Sadəcə ümumi oxuya gedin və oxuyarkən önəmli olduğunu düşündüyünüz yerlərin altından xətt çəkin ki, geri qayıdıb həmin yerləri rahat tapa biləsiniz. France is one of the largest countries in Western Europe. Deməli, Fransa Qərbi Avropada ən böyük ölkələrdən biridir. Ən böyük ölkə demir, ölkələrdən biridir deyir. France is the most popular country for tourists around the world. Baxın, deyir ki, Fransa dünyada turistlər üçün ən məşhur turist ölkəsidir. Every year, hər il millions of people visit the country to explore its famous landmarks, museums. Hər il milyonlarla insan məşhur landmarkları, muzeyləri ziyarət etmək üçün ölkəyə gəlir. Paris, the capital, the largest city in France, is especially well known for attractions such as Eiffel Tower, the Louvre, and the charming streets along the Seine River. Deməli, Paris paytaxt, ölkənin ən böyük şəhəri, xüsusilə bu attraksiyonlar, Eiffel Tower, Louvre və Seine çayı üzərindəki charming, belə göz oxşayan, diqqət çəkən küçələrinə görə məşhurdur. The city is often described as a center of art, fashion, history, which draws tourists from all over the world. Şəhər tez-tez incəsənətin, dəbin, tarixin mərkəzi kimi təsvir olunur, hansı ki, bütün dünyadan turistləri özünə cəlb edir. Beyond Paris, Parisdə başqa, France offers a variety of experience for visitors. Fransa başqa təcrübələr də
təklif edir vizitorlarına. The French Riviera is famous for its sunny beaches and luxury resorts, while the Loire Valley is known for its beautiful castles and stunning countryside. Deməli, French Riviera günəşli sahillərinə, lüks rezortlarına görə məşhurdur. Loire vadisi isə gözəl qalalarına, mənzərəli countryside, şəhər ətrafı yerlərinə görə məşhurdur, tanınır. These regions provide a chance to enjoy nature, relax and discover traditional culture and local cuisine. Bu regionlar təbiəti kəşf etməyə, təbiətdən zövq almağa, istirahət etməyə və ənənəvi mədəniyyəti, yerli mətbəxi kəşf etməyə imkan yaradır. Travelers can also taste the world-famous French wine, cheese and pastries. Səyyahlar həmçinin dünyaca məşhur fransız şərabını, pendirini və şirniyyatlarını dada bilərlər. France's good transportation system and well-maintained tourist facilities make it easy to travel through the country. Fransanın yaxşı nəqliyyat sistemi və yaxşı saxlanılan turist facilityləri ölkə üzərində, ölkə boyunca səyahəti asanlaşdırır. Visitors can reach different regions without difficulty. Vizitorlar müxtəlif regionlara heç bir çətinlik olmadan gedə bilərlər. France continues to attract millions of tourists every year. Fransa hər il milyonlarla turisti özünə çəkməyə davam edir. Uşaqlar, indi gəlin teksti oxuduq, başa düşdük. Fransa haqqında danışır. Onun turistik yöndən bizə təsvir edir. Düzdürmü? Gəlin tekstə baxaq. Traveling problems in Europe. Avropada traveling problemləri. Səyahət problemləri. Xeyr, mən burada heç bir problem görmədim. The history of Paris. Parisin tarixi haqqında da heç nə demədi. Bunu götürən var idi uşaqlar. Axı hardadır orada tarix? Life of French people. Fransız xalqının həyatı. Xeyr, bizə demədi ki, onlar nə edirlər, nə iş görürlər, nə işlə məşğuldurlar. The world's most popular tourist destination. Dünyanın ən məşhur turist destinasiyası, mərkəzi, ünvanı. Bəli, elə düzgün cavab budur. Famous food and wine traditions. Məşhur food və şərab ənənələri. Xeyr. Biz burada, yəni oxuduq ki, burada wine var, cheese var, amma bütün tekst bu haqda deyildi. 9-a baxırıq. Bizdən cümləni tamamlamaq istəyir. Millions of travelers visit France because milyonlarla səyyah Fransanı ziyarət edir. Çünki it has limited attractions. Az sayda attraksiyonu var. Offers the same activities in every region. Hər regionda eyni fəaliyyət növlərini təklif edir. Xeyr. Has no famous places. Heç bir məşhur yeri yoxdur. Is popular only among the local travelers. Ancaq yerli səyyahlar arasında məşhurdur. Xeyr. Offers historical places, natural beauty and cultural experiences. Tarixi yerlər, təbii gözəllik və mədəni təcrübələr təklif edir. Bəli, bu düzdür. Ona baxaq. All of the historical places, deməli düzgün variant istəyir. Of France are situated in Paris. Bütün tarixi yerlər Parisdədir. Xeyr. Axı bizdə buradadır ki, beautiful castle var Loire Valley-də. Deməli, A səhvdir. The transportation system is very bad in France. Fransada nəqliyyat sistemi çox pisdir. Xeyr, əksinə çox yaxşıdır. İnsanlar hər yerə istədiyi kimi gedə bilirlər. There are no reasons to visit France. Fransanı səyahət etmək üçün heç bir səbəb yoxdur. Xeyr, çoxlu səbəblər var. The largest city of the country is the capital city. Ölkənin ən böyük şəhəri paytaxtıdır. Bəli, Paris həm ən böyük şəhərdir, həm də paytaxt. D bəndi düzdür. France is the world's largest country. Fransa dünyanın ən böyük ölkəsidir. Xeyr, sadəcə ən böyüklərindən biridir. Özdə dünyanın da yox, Avropanın. 11. Bizdən səhv variantı istəyir. Paris is a tourist city. Paris bir turist şəhəridir. Bəli. French food is the first and most important reason for the people visiting Paris. French mətbəxi
yeganə və ən önəmli, ilk və ən önəmli səbəbdir insanların bura səyahət etməsi üçün. Xeyr. France is difficult to travel. Fransaya səyahət etmək çətindir. Xeyr, onun transportasiyası, facility-ləri yaxşıdır. Visitors enjoy museums in Paris. Bəli, visitorlar Parisdə muzeylərdən zövq alırlar, xüsusilə Louvre-dan. Məndən səhv istəyirdi, bu da 2 və 3 olacaqdır. 12-yə baxıram. Düzgün cümləni istəyir mətnə əsasən. The Eiffel Tower is located in the capital city of France. Bəli, Eiffel Fransanın paytaxtında yerləşir. Tourists can enjoy the calm natural areas. Can't enjoy. Turistlər təbii, yəni təbiət belə deyim, təbiət güşələrindən zövq ala bilməzlər. Xeyr, ala bilərlər. France is also popular with its wine. Fransa həmçinin şərabına görə də məşhurdur. Bəli. France is not suitable for travelers who like history. Fransa tarix sevən səyyahlar üçün uyğun deyil. Xeyr, əksinə uyğundur. Deməli, məndən düz istəyir. Bu da olacaq 1 və 3. İndi qaydalarımıza baxaq. Məndən modal istəyir 13-də. Mən bilirəm ki, should to ilə işlənməz, ought to-suz işlənməz, you-dan sonra does vermərəm. Bunu seçənlər var idi. İmtahanda mən nəzarətçi olarkən gördüm onu. Prosta heç nə deyə bilmədim. İçimi yedi ki, you hara, does hara. Heç mi ingilis dili dərsi görməmsən? Haven't, biz bilirik ki, have to-nun sualı inkarı do, does-dan düzələr. Deməli, A variantı düz oldu. 14. Cavidan. Cavidan üçün şəxsin təkidir. Ondan sonra do not vermərəm. Düzdürmü? Geri qalan hələ ki düzgün gəlir. What because I'm saying because. Yenə 3-də baxın, don't listen-ı sildim. Hələ ki sadəcə uşaqlar qrammatik olaraq silirəm. Amma belə də baxsaq, biz zamanları uzlaşdırmalıyıq, düzdürmü? Burada heç bir zaman göstəricisi yoxdur. Heç bir zaman göstəricisi yoxdursa uşaqlar, çox böyük ehtimalla bu bütün zamanlar eyni zamanda baş verir. Baxın, ona görə ya hamısı keçmişdə olmalıdır, ya hamısı indikidə olmalıdır. Cavidan mənim nə dediyimi başa düşmürdü. Düşmədi çünki o mənə qulaq asmırdı. Baxın, B bəndi düzgün olacaq çünki hamısı indikidədir. Amma what I say because he is listening. Burada da hamısı indikidədir. Amma birincisi başa düşmək heç vaxt davam edicidə verilməz. Buna görə silirəm. Həmçinin deyirəm ki, o mənim dediyimi başa düşmürdü çünki o mənə qulaq asırdı. Qulaq asan adam başa düşər, düzdürmü? Yenə yeni silərəm çünki understand feili heç vaxt davam edicidə olmur. Və əlavə olaraq yəni mən dediyimi mənə qulaq asmadığı üçün keçmişdə yəni daha doğrusu hamısı keçmişdi. Qarışdırdım. Burada hamısı keçmişdi. Sadəcə biz understand feilini davam edicidə verə bilmərik. 15-ə baxırıq. Bu due to, about to be going to. Bu üçünə aid. Mən bunu uşaqlar sizə əlavə dərsliyinizdə yox idi. Əlavə çıxardıb vermişdik. Deməli bu həmişə olmalı to be going to be, about to be, due to. İndi baxın. Bunların ayrıca qaydasını çəkib izah edib yükləyəcəm kanala baxarsınız. Sadəcə burada niyə çəkək? Baxın, birincisi zamana görə uzlaşdıracağım. Bu yanda indiki zaman vermişəmsə, bu tərəfdə niyə keçmiş verim? Deyim ki, müəllim dərsə başlamaq üzrədir, ona görə keçin yerinizdə oturun. Deməli, eyni zamanda olacaq. Daha birini keçmiş vermərəm. Is about to düzdür. B bəndi düzdür. Burada to yoxdur, səhvdir. Həm də keçmiş zamandır. Burada to yoxdur, səhvdir. Burada da teacher üçüncü şəxsin təkindədir. Mən o ilə ar verə bilmərəm. Ona görə B variantı düzgün olacaq. 16-da mübtəda xəbər uzlaşmasıdır. Mən bilirəm ki, törəmələrin xəbəri təkdə olur. Bir səhv. One of the books. Söz önlü ifadə varsa birinci tərəfə baxıram. Burada one təkdədir, xəbərim təkdə olmalıdır. Bu da səhv. Some money sayılmadığı üçün xəbərim təkdədir, düz. Both həmişə xəbəri cəmdə istəyir, xəbərim cəmdədir, düz. 3-4 düzgün variantım oldu. 5 yenə uzlaşmadır. The number of-un xəbəri həmişə tək olmalıdır. Baxın, cəmdə verir. Bu səhv. Söz önlü ifadələrdə birinci tərəfə baxırıq. Sex.
Kisələr cəmdədir, xəbərimi tək veribdir, səhv. A number of-un xəbəri həmişə cəmdə olmalıdır. Bunun xəbərini təkdə veribdir, səhv. The patient's parents. Baxın, yəlik hallı ifadə varsa, ikinci tərəfə baxırsınız. Pasiyentin valideynləri cəmdədir, amma xəbərim təkdədir. Bu da olmaz. Each of-un xəbəri həmişə təkdə olur. Bu da düzdür. 18 sinonim istəyir. You must keep burada quiet idi. Silinibdir burada. Testdə quiet. Quiet sakit deməkdir. Ona görə də sakit D bənd olacaq. Brave cəsur, loyal sadiq, unique təkrarsız, bənzərsiz, messy dağınıq, heç bir uyğun gəlmir, sadəcə silent olacaq. 19. Xəbər uzlaşmasıdır. Biz bilirik ki, şərt budaq cümlələrində birinci tərəf bağlayıcı olan tərəf həmişə olur indiki, həmişə deyəndə ki, indiki sadədə bu first conditionaldır. Digər tərəf olur gələcək sadədə. Daha indiki gələcək verə bilmərəm. Bağlayıcıdan sonra gələcək verə bilmərəm. Tamammı? Mənim B variantım düzgün olacaq. Gəlirəm 20-yə. Yenə due to be about to, nə bilim nə. To be going to. Oy, bu niyə dəyişdi? Baxın, train üçüncü şəxsin təkindədir. Oyunun ar vermərəm. Düzdürmü? Deyirəm ki, qatar 10 dəqiqəyə gedəcək. Burada keçmiş zamanla işim yoxdur. Keçmiş zaman vermərəm. Is due to düzdür. Burada to yoxdur, səhvdir. Burada da to be is yoxdur deyə səhvdir. Ona görə C variantı düz oldu. 21 zaman uzlaşması. Since görən kimi bilirəm ki, since-dən əvvəl verməliyəm bitmiş. İkinci tərəfdə verəcəm keçmiş. Mən universitet dərslərin başlayandan bəri Bakıda yaşayıram. Deməli, bu dərsin başlayıbdı keçmişdə və mən o zamandan bu zamana Bakıda yaşayıram. Keçmişdə başlayıb hələ də indiyə qədər gələn hərəkəti indiki bitmişlə verirdim. Bu da D variantı olacaq. 22 modal feil istəyir məndən. A bəndi düzdür. Have to. B-də have to-nun feili do does-dan düzələr. Bu səhvdir. C-də I have already washed modal deyil. Bu bitmiş zamandır. Baxın, burada have to ilə işlənməlidir ki, modal olsun. Bu səhvdir. D yenə bitmişdir. Burada to-su yoxdur. Need feili əgər özündən sonra isim alıbsa, deməli o əsas feildir. Modal deyil. Biz bilirik ki, modaldan sonra mütləq feil gəlməlidir. Niyə? Çünki modal əsas, yəni hərəkətə münasibət bildirir. Burada bir hərəkət yoxdursa, mən nəyə münasibət bildirirəm, düzdürmü? Ona görə Y-də səhvdir. 23. Yenə bizdən modal istəyir. Baxın, burada artıq birinci have to-nu silim, çünki üçüncü şəxsin təki ilə have to olmaz, düzdürmü? D-ni silim, çünki burada old to-suz işlənibdir. B-ni silim, must to ilə işlənməz. C-ni də yenə silirəm, çünki he-dən sonra don't olmaz, düzdürmü? Bu mənə düzgün variantı tapmağa kömək eləyəcək. Heç tərcümə eləyə bilməsəm belə, qrammatik strukturdan bunları çıxdaş etdim. O, təhlükəsizlik qaydalarına əməl etməlidir, yoxsa ciddi problemlərlə üzləşə bilər. Yəqinlik bildirir, burada da vaciblik bildirir. 24. Yenə zaman var. When, while olanda bilirdik ki, keçmiş də zamanda eyni anda baş verən hərəkətləri bildirir. Hər ikisi keçmişdə olmalıydı. Əgər belə deyim də, first conditional nəymiş, qarışdırdım aləmi. Deməli, dedik ki, when və while keçmişdə eyni zamanda baş verən hərəkətləri bildirir. Düzdürmü? Bu da olacaq C. Mən dostuma məktub yazanda işıqlar söndü. C. 25 məndən opposite, yəni antonim istəyir. Tənbəl, çalışqan, böyük, nəhəng, balaca, sevimli, sevimli, vacib, mümkün bunlar deyil. Deməli, düzgün oldu 1 və 2. Bu qədər uşaqlar. Ümid edirəm ki, sizə faydalı olar. Daha bu writing-ə girmirəm, bilmirəm nə yazmısınız. Deməli, burada uşaq salat düzəltmək istəyir, tərəvəzləri alır, hissələrə ayırır, yuyur və hazırlayır. Bunu arada sizə yazıb göndərərəm teksti, özünüzdən yoxlayarsınız.
Bu video uzun olmasın deyə davam etmirəm. Sağ olun uşaqlar.